Kəlbəcər ziyalılarını öz ətrafında toplayan Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi də işğalın il dönümü ilə əlaqədar tədbir təşkil edib. Tədbirdə Kəlbəcər rayonunda işğaldan əvvəl və sonra çəkilən video yazı nümayiş olunub. İctimai Birliyi tərəfindən Kəlbəcər faciəsinə həsr olunan Azərbaycan və İngilis dilində maarifləndirici bukletlər də iştirakçılara paylanılıb. Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən danışıb. Ermənilər Kəlbəcərin Ağdaban kəndində Xocalıdan sonra ikinci soyqırım hadisəsi törədiblər. O cümlədən mədəni irsimizə qarşı törədilən vandalizm siyasəti kimi Azərbaycanın klassik Aşıq şeirinin ustadı Şair Qurbanın və Aşıq Şəmşirin əl yazmalarından ibarət külliyatı da yandıraraq məhv ediblər. Bildirilib ki, işğal nəticəsində öz doğma torpaqlarına məcburi köçkün düşən Kəlbəcərlilər Respublikanın 57 rayonunun 707 yaşayış məntəqəsində yaşayır. Tədbirdə şair, publisist Adil Cəmil, xalq şairi İlyas Tapdıq və Kəlbəcərli ziyalılar da çıxış edərək qaçqın və məcburi köçkünlərə dövlət qayğısından danışıblar. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin sərəncamları ilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Kəlbəcərli məcburi köçkünlər üçün Bakı şəhərində, Ağdam rayonu Dördyol qəsəbəsində, Goranboy, Qəbələ, Yevlax, Bərdə və Göygölün Murovdağ qəsəbəsində yaşayış evləri tikilib istifadə edilib. Tədbirdə Bakı Dövlət Universitetinin tələbələri və Kəlbəcərli məktəblilər vətənpərvərliyə dair şeirlər səsləndiriblər. Mənsur Həsənov, Əhməd Qədiroğlu, Ruslan Həsənov, xəbərlər. Bəli, Kəlbəcərin işğalından 19 il ötür. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən 58 min əhalisi olan Kəlbəcər rayonunu Ermənistan silahlı qüvvələrinin işğal etməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub. Yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Kəlbəcərin işğalına dair tədbirdə bu dərdlər səsləndirilib. Tədbirdə Kəlbəcər rayonunun işğalı zamanı çəkilən kadrlardan ibarət videoçaq təqdim olunub. Daha sonra Kəlbəcər şahidləri başlarına gətirilən müsibətlərdən söz açıblar. Bu müsibətləri saymaqla qurtaran deyil. İşğal zamanı 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb, yüzlərlə insan şikəst olub. 130 yaşayış məntəqəsi, dünya şöhrətli istisu sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumi təhsil məktəbi, 76 səhiyyə obyekti və bir muzey darmadağın edilib. Başlıbel, Soyuqbulaq, Otaqlı kəndlərindəki məscidlərdən, Aşıq Şəmşir adına mədəniyyət evindən, tarixşünaslıq muzeyindən əsər əlamət qalmayıb. Tədbirdə o da qeyd olunub ki, 2001-2011-ci illərdə Kəlbəcərli məcburi köçkünlər üçün Bakı şəhərində Ağdam rayonu Dördyol qəsəbəsində, Goranboy, Qəbələ, Yevlax, Bərdə və Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayış evləri tikilərək istifadəyə verilib. Hazırda Kəlbəcərlilər Respublikamızın 57 rayonunun 707 yaşayış məntəqəsində məcburi köçkün həyatı yaşayırlar. Bugün sayı 70 minə çatan Kəlbəcərlilər möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə, onun başçılığı ilə doğma Kəlbəcərlərə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Aliyə Məmmədli, Əli Hacıyev, Space. Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən təşkil edilmiş tədbirdə Kəlbəcərlə bağlı video görüntülər göstərilib, çıxışlar edilib. O gün gələcəkdir ki, Kəlbəcər rayonu erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır. İctimai Birlik xarici ölkələrin səfirliklərinə bəyanat göndərərək BMT-nin məlum qətnaməsinin icrasına dəstək olmalarını tələb ediblər. BMT qətnamə qəbuli sıracı icra edilir, amma 19 ildir Kəlbəcərin işğalına bağlı qəbul olmuş qətnamənin bütünündə dünya dövlətləri hələ icra edə bilmirlər. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə yerinə yetirilməyib. Beynəlxalq Mətbuat Mərkəzində Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşəbbüsü ilə davam etdirildi. Ümumilikdə Kəlbəcərin işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına 2 milyard 280 milyon manat ziyan dəydi. Ərazisinə görə Respublikanın ən böyük rayonu olan Kəlbəcərin işğalı nəticəsində 58 mindən artıq Azərbaycan vətəndaşı məcburi köçkün vəziyyətinə düşdü. Hazırda ölkənin 59 rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcərlilər bugünə kimi qaçqın həyat yaşamaqdadır. Bəxtiyar Səlimov, son xəbər.